Fərqi tapın. 38 çıxılsın 5. Gəlin alt-alta çıxaq. 8-dən 5 çıxanda qalır 3. 3-dən heç nə çıxmıram. Olduğu kimi saxlayıram 3. Cavabımız oldu 33. B variantı doğru cavabdır. Boş xanaya uyğun gələn ədədi tapın. Azalan, çıxılan fərq. Məchul çıxılan tapmaq üçün azalandan, yəni 46-dan çıxmalıyıq fərqi, yəni 33-ü. Gəlin kənarda alt-alta çıxaq. Yazaq 46 çıxılsın 33. 6-dan 3 çıxanda qalır 3, 4-dən 3 çıxanda qalır 1. 13. Sən demə çıxılan 13 imiş. C variantı doğru cavabdır. Elxanın 43 ədəd rəngli qələmi var. Cavidin isə Elxanın 15 ədəd az rəngli qələmi var. Onların ikisinin birlikdə neçə qələmi var? Gəlin yazaq. Elxanın var 43 qələmi. Cavidin neçə olduğunu bilmirik, amma bilirik ki, onun qələmlərinin sayı Elxandan 15 ədəd azdır. Yəni 43 çıxılsın 15-dir. Gəlin kənarda alt-alta çıxaq. 3-dən 5 çıxa bilmirəm. 4-dən birini verdim. 13-dən 5 çıxanda qalır 8. 4-dən birini vermişdim. Burada qalmışdı 3. 3-dən birini çıxanda qaldı 2. Sən demə Cavidin də 28 qələmi var imiş. İndi şərtdə bizdən onların ikisini bir yerdə istəyir. Yəni 43 ilə 28-in cəmini istəyir. Yenə kənarda alt-alta toplayaq. 3 ilə 8, 11, 1 yazıram, 1 yadda. 4 ilə 2, 6, 1 də yaddaydı, 7. Cavabımız oldu 71. B variantı doğru cavabdır. Hesablayın. 70 çıxılsın 20, üstə gəlinsin 30. Əvvəlcə 70-dən 20 çıxaq. 70-dən 20 çıxanda qalır 50. Daha sonra isə onun üzərinə 30 gələk. 50 ilə 30 toplayanda eləyir 80. A variantı doğru cavabdır. 63 km yolun 45 km gedilərsə, neçə kilometr qalar? Deməli, əvvəlcə yolum 63 idi. Ondan 45-i gedildi. Nə qədər qaldı? Gəlin alt-alta hesablayaq. 63 çıxılsın 45. 3-dən 5 çıxa bilmirəm. 6-dan birini verdim. 13-dən 5 çıxanda qaldı 8. 6-dan birini vermişdim, qalmışdı 5. 5-dən 4 çıxanda qaldı 1. Deməli, 18 km yolumuz qalar. A variantı doğru cavabdır. Azalan 25, çıxılan 5 olarsa fərqi tapın. Azalan 25, çıxılan 5, fərqi bilmirik. 25-dən 5 çıxanda qalır 20. A variantı doğru cavabdır. 14-dən başlayaraq 14 daxil olmaqla geriyə saysaq 6-cı deyəcəyiniz rəqəm neçə olar? Gəlin sayaq. 14 bu birincidir. 13 bu oldu ikinci. 12 üçüncü oldu bu. 11 dördüncü. 10 beşinci. 9 altıncı. Bizə də elə lazım idi 6-cı. Deməli A variantı doğru cavabdır. Fermada qoyunların sayı inəklərin sayından 5 ədəd çoxdur. İnəklərin sayı keçilərin sayından 3 ədəd azdır. Bu fermada 15 keçi olarsa, qoyun, inək və keçilərin saylarının cəmi neçədir? Gəlin yazaq. Deməli, fermada var qoyun, inək, keçi. Bizə bunlardan sadəcə keçinin sayı məlumdur. 15. Ona görə də keçinin qabağına yazaq 15. İndi geriyə qaydaq. Yazır ki, inəklərin sayı keçilərin sayından 3 ədəd azdır. Deməli, inəklərin sayı 15 çıxılsın 3-dür. Yəni 12-dir. İnəklərin sayını tapdıq. Keçini də onsuz da bilirdik. Daha sonra deyir ki, inəklərin sayından qoyunların sayı 5 ədəd çoxdur. Yəni, qoyunların sayını tapmaq üçün inəklərinin sayının üstünə, yəni 12-nin üzərinə 5 gəlməliyik. Bu da elədi 17. Qoyunların da sayını tapdıq. 17 qoyun, 12 inək, 15 keçi var. İndi bizə deyir ki, bunların cəmini tapın. 17, üstə gəl 12, üstə gəl 15. Necə eləyəcəyik? Alt-alta toplayacaq. Gəlin əvvəlcə 17 ilə 12-ni toplayaq. 7 ilə 2-nin cəmi 9, 1 ilə 1-in cəmi 2, 29. Daha sonra isə 29-un üzərinə 15 də gəlməliyik, düzdür? Yenə alt-alta eləyəcəyik. 9 ilə 5-in cəmi 14, 4 yazıram 1 yadda. 2 ilə 1-in cəmi 3, 1 də yaddaydı 4, 44. Sən demə fermada cəmi 44 heyvan var imiş. C variantı doğru cavabdır. 15-dən böyük, 23-dən kiçik neçə cüz ədəd var? Deməli, biz bir ədədlər çoxluğu götürəcəyik, ədədlər sırası götürəcəyik və bu ədədlər 15-dən böyük olmalıdır, yəni 15 bu ədədlərdən kiçik olmalıdır, həm də bu ədədlər 23-dən kiçik olmalıdır və cüt olmalıdır, düzdür?
15-dən böyük ən kiçik cüzət 16-dır. 16 həm də 23-dür. Şərtimizi ödədi. 16-dan sonra gəlir 17. 17 cüt deyil. Daha sonra gəldi 18. Bəli, 18 15-dən böyükdür. 23-dən kiçikdir, həm də cütdür. Bunu da götürəcəyik. Daha sonra gəlir 19. 19 cüt deyil, təkdir. Sonra gəlir 20. 20 də 15-dən böyükdür, 23-dən kiçikdir. Bunu da götürdük. Sonra gəlir 21. 21 tək ədəddir, cüt deyil. Daha sonra gəlir 22. 22 15-dən böyükdür, 23-dən kiçikdir, həm də tək ədəddir, həm də cüt ədəddir. Bunu da götürdük. 22-dən sonra gəlir 23. 23-ü yaza bilərikmi dostlar? Yox. Niyə? Çünki artıq 23-dən kiçik olmur, düzdür? Həm də tək ədəd olmuş olur. Şərtdə bizdən cüt istəyir. Deməli, şərti ödəyən ədədlər hansılar oldu? 16, 18, 20, 22. Cəmi 4 ədəd ödədi bizim şərtimizi. C variantı doğru cavabdır. Şəkildə verilmiş fiqurun adı necədir? Şəkildə çox bucaqlı görürük, düzdür? Adını tapmaq üçün gəlin bucaqların sayını tapaq. 1, 2, 3, 4, 5. 5 bucağı var. Deməli, 5 bucaqlıdır. B variantı doğru cavabdır. Silindrin neçə təpəsi var? Dostlar, biz bilirik ki, silindrin təpə sayı 0-dır. Silindrin təpəsi yoxdur. Şəklə baxsaq, şəkildə də görürük ki, silindrin heç bir təpəsi yoxdur. C variantı doğru cavabdır. İfadənin qiymətini hesablayın. Dostlar, verilmiş ifadədə birinci mötərizənin içi həll olunmalıdır, sonra isə digər əməllər. Gəlin əvvəlcə mötərizənin içini həll eləyək. 12 çıxılsın 8. 12-dən 8 çıxanda qalır 4. Mötərizənin içi elədi 4. İndi isə növbəti toplama əməlini. 30 üstəgəl mötərizənin içindən aldıq 4. Cəm eləyir 34. B variantı doğru cavabdır. Hesablayın və müqayisə edin. Bir tərəfdə yazılıb 3 vur 7, o biri tərəfdə yazılıb 40 çıxılsın 19. Biz əvvəlcə bunları ayrı-ayrılıqda tapmalıyıq ki, neçəyə bərabərdir. Daha sonra isə tapdığımız ədədləri müqayisə eləməliyik. 3-ü 7-yə vuranda eləyir 21. Bunu bildik. Digər tərəf isə yanına alt-alta çıxaq. 40 çıxılsın 19. 0-dan 9 çıxa bilmirəm. 4-dən birini verdim. 10-dan 9 çıxdım, qaldı 1. 4-dən birini vermişdim, qalmışdı 3. 3-dən birini çıxdım, qaldı 2. 21. Bərabərliyin həm sağ, həm də sol tərəfi oldu 21. 21-lər bir-birinə bərabərdir. B variantı doğru cavabdır. Amilin 5 manat pulu var. Xalidin pulu Amilin pulunun 4 mislindən 8 manat azdır. Xalidin neçə manat pulu var? Gəlin yazaq. Amil və Xalid. Amilin bilirik ki, pulu 5 manatdır. Xalidinki neçədir bilmirik. Amma onun pulu Amilin pulundan, yəni 5 manatdan 4 mislindən 8 manat azdır. İfadəni qurduq, artıq həll eləyə bilərik. 5-i 4-ə vuranda eləyir 20, 20-dən 8 çıxanda qalır 12. A variantı doğru cavabdır. Qatarda 7 vaqon var, hər vaqonda 4 ton yük var. Qatarda cəmi neçə ton yük var? Deməli, 7 vaqon var, hər vaqonda da 4 ton yük var. Cəmi yükü tapmaq üçün 7-ni 4-ə vurmalıyıq. Bu da bərabər olacaq 28-ə. C variantı doğru cavabdır.